kes, yaxına gəlsən çıxa bilirsən ha. Sadəcə olaraq bir bəla idi biz üçün gəlmişdi. Bir neçə saatda qalsaydıq, yəni soğuqdan ağır vəziyyətdə olacaqdıq. Bəlkə də həyatımızı itirəcəkdik. Heç nəyi düşünmürdüm. Sadəcə olaraq ailə, uşaq düşünürdüm ki, Allah məni bir də sağ-salamat çıxarsın, ailəmə, uşağıma qovuşdursun. Çox insan tələf ola bilərdi, hamımız tələf ola bilərdik. Biz həmin gecə anladıq ki, qan qohumluğu olmayanlar da bir-birinə doğma ola bilir. ...2026-cı il 4 iyundan 5 iyuna keçən gecə Azov dənizi, Taqanrog körfəzi, Natra və Zirkon gəmiləri. Bu ifadələr hər birimizin qulağında cingildədir. Çünki sözü gedən bu iki gəmi də Azərbaycanlı həmvətənlərimiz, dənizçilərimiz üzürdü və pilotsuz uçuş aparatlarının hədəfinə çevrildilər. Əfsuslar olsun ki, qarşımızda baş əyir mavi dəniz ifadəsi bu dəfə 4 dənizçimizin həyatına son qoydu. Xoşbəxtlikdən 21 dənizçimiz sağ qaldı. Bugün Dəniz Xəbər Aza məhz həmin o sağ qalan, gecəni öz gözü ilə görüb, səhəri böyük ümidlərlə açan dənizçilər danışacaq. Ayın 4-ü 5-inə keçən gecə saat 1-ə, təqribən 1-ə işləyirdi iradələrində. Bizim gəmimiz, Zirkon gəmisi dron hücumuna məruz qaldı. Mən həmin gəmidə, həmin vaxt mən idarə etmə hissəsində idim, təhvil təslim edirdik. Təqribən 1-ə işləyərdi, harca 20 dəqiqə bu iradələrdə ilk dron hücumu gerçəkləşdi bizim gəmimizə. Həmin dron hücumunda mən, kapitan və baş mexanikimiz ağır yaralandıq. Bunun ardınca təqribən 5 dəqiqə keçməzdi ikinci dron hücumu gerçəkləşdi. İkinci dron zərbəsindən sonra da gəmidə yanğın baş verdi və gəminin yuxarı hissəsindən aşağı hissəsinə doğru getdikcə irəliləyirdi. O ərəfədə mən ikinci kapitana dedim ki, bəs əfəndi kapitan, uşaqlar alağın buradan, Qədəgün baş tərəfdə, ora təhlükəsiz yer oradır, ora vurulmur. Dedi, tamam, düşdük aşağı, başa çatmışdım, gördüm 3 tane matros var, bu ikinci kapitan yoxdur. Uşaqlardan soruşdum ki, o bir heyətanı, dalımızca gəlirlər, qayıtdı dala. Çıxdıq çölə ki, heyətə baxa gəlirlərsə, üçüncü dron başımızın üstündən uçdu. O dron üstümüzdən keçəndə görürsənmədi də, yəni ki, krışkanı biz bağlıyıq. Amma belə görsə bizi vuracaq edər orada. Gəminin tərk eləməli olduğunu, yanğını söndürülə bilmədiyini dedi və gəmidən dənizə tullamalı olduq. Suda üşütmə tuturdu, üşüyürdüm. Əynimdə bir nazik bir paltar idi, bir xilas edici jilet. Üzürdüm, görürdüm ki, yoruluram, axar məni sudan, gəmidən uzaqlaşdırırdı. Qışqırırdım, yəni ki, Bosman, ən azından bir-birimizi çağırıb səsimizi eşidə bilirdik. Dünyasını dəyişən kapitanımız bizdən biraz aralıda idi, o da səsi gəlirdi, qışqırırdı. Mən də məsələn üçün Bosman deyə qışqırırdım, Elnur deyə qışqırırdım. Yəni ki, yorulurdum, suda titrirdim. Elə bir həyəcan gəlirdi ki, nə bilim, həmən moment adam indi özümə fikirləşirəm ki, qurban Allaha o hadisədən sağ çıxmışam. 3 ya səhv eləmirəmsə 4 dənə gəmi bizə tərəf gəlirdi. Bizə işığı verirlər uzaq tərəfdən. Həm də biz də işarə ilə bildiririk ki, yəni suda da adam var da. Sonra onlar gəmilər bu xilas edici qayıqlarını atdılar suya. Gəldilər, suda olanlar heyətdən yığdılar. Biz də gəmidən götürdülər. Trapla düşdük. Ondan sonra bu getdik Rus gəmisində qaldıq. Rus şirkətinin Aston gəmisi bizi xilas edəndən sonra səhərsi gün günorta Yeski şəhərinə bizi çatdırdılar. Yaralılarımızı xəstəxanaya çatdırdılar və bizim gəmi kapitanımız Fad Orucov itkin idi. Onun ayaqları yaralı idi, qanaxmadan dünyasını dəyişmişdi. Bir gün sonra nəşini tapdılar kapitanın, bir nəfər çağırdılar ki, üz tanımağına. Mən getdim morqa, Yeski şəhərinə. Getdim, komandiri gördüm, tanıdım. İyun ayının 5-i elə səhər saat 5 radələrində baş verən dəhşətdən ilk xəbər tutan Cunda Dənizçilik şirkətinin kadro rəhbəri Alperen kapitan oldu.
həmin dənizçilərin həyatını xilas etmək, an belə itirmədən nəyi necə edəcəyinə dair saniyələrin hökmü rol oynayırdı. Hal-hazırda Alperen kapitan bizimlə onlayn əlaqədədir. Biz ondan həmin gün etdiyindən, edə bildiyindən və nəyi necə edəcəyinə anında verdiyi qərarlar barədə xəbər alacağıq. Alperen kapitan, hər vaxtınız xeyirli olsun. İyi günler hanımefendi. Çok teşekkür ederiz bizi yayınınıza kabul ettiğiniz için. Öncelikle size ve Can Azerbaycan halkına selam ederim. Olay bulduğu ilk dakikadan şu dakikaya kadar devamlı olarak takip ve sürecin içindeydik. Bize olay olduktan 4 veya 5 saat sonra gemi personeli kendi kurtarabildikleri telefonlarıyla ulaştılar. Bu durumda hemen sorumlu acentamızı tayin ettik. Çok hızlı bir şekilde vatana teslim edilmesi için her türlü girişimi yaptık kendilerine. Hayatını kaybeden deniz şehitlerimiz Kaptan Fuat Orucov ve baş mühendisimiz Kısmet Ali'ye Allah'tan rahmet, kederli ailelerine ve tüm denizcilere, camiasına başsağlığı dileriz. Canları pahasına birbirlerini terk etmeyen ve gemisini kurtarmaya çalışan 12 tane yoldaşımıza da buradan sizin nezdinizde bir kez daha teşekkür ederiz. Bu olay tüm camiamızda için çok üzücü ve hüzün veren bir durum oldu. Başımız sağ olsun. Bu igidlər həmin gecənin dəhşətini sözlə bizə ifadə etdilər. Onları dinlədikcə, keçirdiyi hər bir hissi gözümüzün önündə canlandırdıqca adam dəhşətə gəlir. Ümid edirik ki, bu dəhşət bir daha heç bir dənizçinin başına gəlməz. Heç bir gəmidə nə yanğın, nə ölüm hadisəsi bir daha olmaz. Amma buna baxmayaraq, dəniz elə bir yerdir ki, heç kim heç nədən sığortalanmayıb. Sağ qalan bütün gəmiçilərimizə, eləcə də bu materialı izləyənlərə uzun ömür, can sağlığı arzuluyuruq. Həyatını itirən gəmiçilərimizin ailəsinə isə başsağlığımızı çatdıraraq onların xatirəsini hörmətlə anırıq.